Salam, hər vaxtınız xeyir olsun. OTK-nın ikinci buraxılış sınağının riyaziyyat suallarının izahını sizinlə bölüşürəm. Başlayaq birinci sualdan. 2 rəqəmli ədədin rəqəmləri cəmi 12-dir. 2 rəqəmli ədədi A, B ilə işarə eləyək. Rəqəmlər cəmi 12-dir. Növbəti cümlədə bu ədədin onluqlarını göstərən rəqəm təhlillərini göstərən rəqəmin 50%-nə bərabərdir. Onluqlarını göstərən rəqəm A-dır. B-nin 50%-nə bərabərdir. A bərabərdir. B vur 50 bölü 100. B bölü 2. Buradan B-ni taparıq. B bərabərdir 2A. Ümumiyyətlə, cümlədən də aydın olur. A, B-nin 50%-nə bərabərdir. Yəni, A, B-nin yarısıdır. 50% nə deməkdir? Ədədin %50 hissəsi, yəni yarısı. A, B-nin yarısıdır. Gətirib yuxarıdakı tənlikdə yerinə yazırıq. 2A plus A 12. Buradan A-nı tapırıq 4. B isə onun 2 qatıdır. Deməli, B də olacaq 8. Ədədimiz oldu 48. Cavab C variantı. Keçdik ikinci suala. Ədədin natural bölənlərinin sayı 25 olarsa eni tapın. Natural bölənlərin tapılma qaydası. Deməli, birinci ədədlər sadə vuruqlara ayrılır. Daha sonra sadə vuruqların sayı bir vahid artırılır və bir-birinə vurulur. Burada biz sayla işləyirik. İndi əvvəla 15-i sadə vuruqlara ayırırıq. 3 vur 5 üstü n bərabər olacaq 3 üstü n 5 üstü n. Burada say nədir? 3-dən n dənə, 5-dən də n dənə. Vuruqları bir vahid artırırıq. Deməli, n plus 1-in kvadratı 25. Buradan n plus 1 5. N-i tapırıq 4. Cavab oldu Y variantı. Keçdik 33-cü suala. Deməli, mötərizədə verilən hər bir hədd nəyinsə kvadratıdır. Deməli, biz burada kvadratlar fərqinin düsturunu tətbiq edəcəyik. A kvadrat çıx B kvadratı bərabərdir. Bir dəfə A çıx B, bir dəfə də A plus B. Deməli, 1 özü elə 1-in kvadratıdır, 4-də 1, 2-də 1-in kvadratıdır. Digər mötərizədə 9-da 1, 3-də 1-in kvadratıdır və s. Deməli, mötərizələri birinci vurub açırıq. Bir çıx 2-də 1, 1 plus 2-də 1, 1 çıx 3-də 1, 1 plus 3-də 1, 1 çıx 4-də 1, 1 plus 4-də 1 və s. 1 çıx 15-də 1, 1 plus 15-də 1. Nöqtə. Deməli, hər bir mötərizəni ayrarlıqda hesablayırıq. 1-dən 2-də 1 çıxıram. Elə 2-də 1, 2-də 3, 3-də 2, 3-də 4, 4-də 3. Deməli, 4-də 5, 5-də 4 və s. Axırda da 15-də 14 və 15-də 16. Deməli, diqqətlə baxsaq görürük ki, birinci kəsirdən başqa digər kəsirlər cüt-cüt bir-birinin tərsidir. 2-də 2 ilə 2, 3 ilə 3 gedir. Digər hissədə 3 ilə 3, yenə 4 ilə 4 gedir. Deməli, düzgün olmayan kəsir düzgünü aparır. Düzgün olmayan burada da düzgünü apardı. Deməli, 15-də 14-dən əvvəl gələn kəsir də 15-də 14-də aparacaq. Qalır 2-də 1 vuraq, 15-də 16-dır. 16 ilə də 2 gedir. Cavab 15-də 8. A variantı. Keçirik 34-cü suala. Deməli, 34-cü sual işçi və zaman məsələsidir. Deməli, iş sabit qaldıqda, yəni eyni bir işi görən işçilərin sayı artanda işə sərf olunan zaman azalır. Deməli, işçi ilə zaman tərs asılı olduğu üçün kəmiyyətlər, deməli, x çıx 2 sayda işçi 12 saat, x çıx 6 sayda işçi 18 saata yerinə yetirir. Kəmiyyətlər qarşı-qarşıya vurulur. Belə deyək, tərs mütənasib asılılıqda kəmiyyətlər qarşı-qarşıya, düz mütənasib asılılıqda isə çarpaz-çarpaz vurulurdu. Deməli, 18 vur x çıx 2 bərabər olur 12 vur x çıx 6-ya. Hər tərəf 6-ya bölürəm. 3x çıx 6 bərabər olacaq 2x çıx 12. X-ları bir tərəfə. Mən halda səhv elədim. Üzr istəyirəm, mən çarpaz-çarpaz vurdum.
Qarşı-qarşıya deyib çarpaz vurmuşam. Deməli 12 vur x çıx 2 bərabər olacaq 18 vur x çıx 6-ya. Hər tərəfi 6-ya bölürəm. Burada 2, burada 3. 2x çıx 4 bərabər olacaq 3x plus 18-ə. Çıx 18-ə. Deməli, yenə x-ları bir tərəfə keçirəndə mənfi x bərabərdir. Mənfi 14, x bərabər olacaq müsbət 14. Cavab Y variantı. Keçdik 35-ci suala. Deməli, ifadəni sadələşdirin. Birinci sürətdən başlayaq. Məxrəcdəki ifadə onsuz da kublar cəminin açılışıdır. Düsturun açılışıdır. Sürətdən A kubunu mötərizə xərcinə çıxardırıq. İçəridə qalacaq A üstü 6 plus 1. Məxrəc, deməli, A kubu plus B kubu düsturun açılışıdır. Düstur necə idi? Deməli, A plus B, A kvadratı çıx AB plus B kvadratı. Deməli, bu düstur məxrəcdə verilən ifadə ilə eyni mənanı daşıyır. Deməli, A kubu plus B-nin yerində isə 1 böl A durub. 1 böl A kubu. Bərabərdir. Məxrəcdə duran ifadəni ortaq məxrəcə eləyək. Sürət olduğu kimi qalır. Deməli, məxrəc A kubu A üstü 6 plus 1. Sürəti məxrəcə böldükdə sürətdəki ifadə olduğu kimi qalacaq. Məxrəcdəki ifadəni isə tərs çevirib vururuq. Kəsirin bölünmə qaydasıdır. Deməli, mötərizələr ixtisar getdi. A kubu vuraq A kubu. Cavabımız olacaq A üstü 6. D variantı. Keçdik 36-cı suala. A nöqtəsindən çevrəyə AD və AY toxunanları çəkilmişdir. DFY bucağı 75 dərəcə. Deməli, DFY daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq 75 olarsa, söykəndiyi qövs onun 2 qatıdır. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Toxunanlar arasındakı bucaqla qarşı qövsün cəmi isə 180 dərəcə olduğu üçün alfa olacaq 30 dərəcə. Cavab C variantı. Keçirik növbəti suala. Deməli, 37-ci suala baxırıq. Paralelliyə görə deməli, AB DY-yə paraleldir. Paralel xətləri uzadıram. Kifayətdir. Hətta buna heç toxunmayaq. DF isə BC-yə paraleldir. Yenə DF xəttini də uzadırıq. Bizə deyir ABC 110 dərəcədir. ABC 110 olarsa, burada bir K yazıram. BKD də uyğun bucaq olduğu üçün o da 110 olacaq. 110'un qonşusu 70 dərəcə. DYF bucağı da bax bu 70'ə uyğun bucaqda cavab olacaq elə 70 dərəcə. A variantı. 38-ci sualda Euler-Venn diaqramına əsasən ştrixlənmiş hissə hansı çoxluğa uyğundur? Deməli, ştrixlənmiş hissə A ilə B-nin kəsişməsi, A ilə C-nin kəsişməsinin birləşməsi. Cavabı bu şəkildə də verə bilər. Variantda bu olmadığı üçün deməli, A-nın həm B ilə, həm də C ilə kəsişməsi, yəni A-nın B və C-nin birləşməsi ilə kəsişməsi götürülə bilər. Cavab olacaq C variantı. Yəni buradan A-nı çölə çıxartsaq, birləşmə, daha doğrusu kəsişmə, A kəsişməni çıxartdım. A kəsişmə, B ilə C-nin birləşməsi. Cavab oldu, bəli, C variantı. Keçirik növbəti suala. 39-cu sualda ABD bucağı 70 dərəcədir. Yenə paralel düz xətlər. DC parçası BDY-nin tənbirən olarsa, birinci BDY bucağını tapaq. Deməli, BDY bucağı elə ABD-nin çarpazıdır. BDY də olacaq 70 dərəcə. Tənbölən böldü 35-35 hissələrə. BCD bucağı da yenə bu 35'in çarpazı olduğu üçün burada 35 olacaq. 35'in qonşusu isə 145. Cavab oldu C variantı. Keçirik 40-cı suala. 40-cı sual deməli kvadrat köklərdən sualdır. Deməli ifadəni kökün altından çıxarda bilmək üçün birinci baxmalıyıq ki, bu kökün altındakı ifadə nəyinsə kvadratıdırmı?
Demək, 8-ci dərəcədən kökün altındakı ifadə, məsələn, 8 çıx 2 kökdə 15 bu şəkildə verilib. Deməli, burada 8 a kvadratı plus b kvadratını mənfi 2 kökdə 15 isə minus 2ab-ni göstərir. Gəlin yoxlayaq. Deməli, 2ab 2 kökdə 15-dirsə, 2 kök 15-i böləcəyik 2-yə ab-ni tapmaq üçün. Deməli, ab hasili bərabərdir kökdə 15-ə. Burada özümüz belə deyim, məntiq yürütməliyik ki, nəyin hasili kök 15-dir, kvadratlar cəmi isə 8-ə bərabərdir. Məsələn, nəyə vuranda kök 15 eləyir? Ya kök 3-ü kök 5-ə, ya da ki, 1-i elə kök 5-ə. Kök 15-ə daha doğrusu. Hansının kvadratları cəmi 8 eləyir? Bəli, birinci dediyim, yəni kök 3 və kök 5-in. Deməli, ifadə həqiqətən də kök 3 çıx kök 5-in kvadratıymış. Deməli, yoxlaya bilərik. Kök 5 çıx kök 3-ün mötərizə kvadratı bərabər olacaq birincinin kvadratı, yəni 5 plus ikincinin kvadratı 3 çıx. Bunların bir-birinə hasilini 2 misli 2 kökdə 15. Nəticə 8 çıx 2 kökdə 15. Necə parçaladıq? Bir də təkrar edirəm. İkinci həddi 2-yə bölüb parçalayırıq. 2-yə böləndən sonra biz AB hasilini tapırıq və onu kvadratlar cəmidə 8-ə bərabər olduğu üçün seçmək yolundan hesablayırıq. Deməli, gəlin misal toparlayaq. 8-ci dərəcədən kök 5 çıx kök 3-ün kvadratı vuraq. 4-cü dərəcədən kök 5 plus kök 3 bərabərdir. Burada 8 ilə 2 ixtisar gedir, qalır 4-cü dərəcədən kök 5 çıx kök 3 vuraq. 4-cü dərəcədən kök 5 plus kök 3. Dərəcələr eyni olduğu üçün eyni kökün altında yaza bilirik. Kök 5 çıx kök 3 kök 5 plus kök 3. Kökün altındakı ifadə kvadratlar fərqinin düsturudur. Deməli, a çıx b-nə a plus b-yə vuranda nəticədə a kvadratı çıx b kvadratı alınır. Kök 5-in kvadratı 5, kök 3-ün kvadratı da 3. 4-cü dərəcədən kök altında 2. Cavab oldu Y variantı. Keçirik növbəti suala. 41-ci sualda ABC üçbucağında BH perpendikulyarda AC-yə. Deməli, ABY bucağı YBS bucağına bərabərdir. Deməli, BY xətti tən bölən xəttidir. Və A bucağı 70 dərəcə olarsa, C 60 olarsa, deməli, A 70, C 60-dırsa, biz bucaq ABC-ni tapırıq. 180 çıx 70 plus 60. Cavab 50. Deməli, təpə bucağını tapdıq 50. BY ABC bucağının tən böləni olduğu üçün 50 dərəcəli bucağı 25-25 hissələrə böləcək. Demək, ABY bucağı da 25 dərəcə olacaq. Digər yandan ABH üçbucağı düz bucaqlı üçbucaq olduğu üçün iti bucaqlarından biri 70 dərəcədirsə, digər iti bucağı olacaq 20 dərəcə. Bizdən YBH bucağını istəyir. Biz bayaq YBA bucağını tapmışdıq 25. 25-dən çıxırıq. Buradakı 20 dərəcəni x olacaq 5 dərəcə. Cavab D variantı. Keçirik növbəti suala. 42-ci sual. Tənliyin köklərindən biri 3-dür. Deməli, tənliyin kökü 3-dürsə, x-in yerinə 3 yazırıq. Tənliyin digər kökünü tapın. Birinci buradakı e-ni tapaq. X bərabərdir 3. 2 vur 3-ün kvadratı çıx 3n çıx 9 bərabərdir 0. 18 çıx 3n çıx 9 bərabərdir 0. N-i tapdıq 3. Gətirib yerinə yazırıq. Deməli, 2x kvadratı çıx 3. X çıx 9 bərabərdir 0. Məndən tənliyin digər kökünü istəyir. Mən Viet teoremini tətbiq edəcəm. Hər tərəfi bölürəm 2-yə. X kvadratı çıx 1/5x çıx 4/5 bərabərdir 0. Viet teoreminə görə tənliyin kökləri hasili sərbəst həddə, köklər cəmi əks işarə ilə ikinci həddə bərabərdir. Bizim tənliyimizdə köklər hasili -4/5-dir.
Mənfi 4/5 bərabərdir. Köklərdən biri 3'dür. Vur x 2 yazıram. X 2 bərabərdir. Mənfi 4/5 bölü 3. Mənfi 1/5. Cavab Y variantı. Keçdik 43-cü suala. A kvadrat plus B kvadrat 34 olarsa AB 15, A plus B cəminin müsbət qiymətini tapın. Deməli, A kvadrat plus B kvadratının öz düsturu yox idi əslində. Biz onu A plus B'nin kvadratından 2AB'ni çıxaraq alırıq. Bərabərdir, verilib 34. A plus B'nin kvadratı çıx 2 vur 15, yəni 30, bərabərdir 34'də. Buradan A plus B'nin kvadratı bərabərdir 64. A plus B, deməli nəyin kvadratı 64'dür? Ya müsbət 8'in ya da ki mənfi 8'in. Bizdən müsbət qiymət istədiyi üçün cavab 8 Y variantı. Keçdik 44-cü suala. ABC üçbucağında ABC 90 dərəcə, yəni verilmiş üçbucaq düzbucaqlı üçbucaqdır. BH perpendikulyardır AC. BH oldu bizdə hündürlük. Düzbucaq təpəsindən çəkilmiş hündürlük. Deməli, AD vuraq, DC vuraq, BD bərabərdir 125. Deməli, düzbucaqlı üçbucaqda H-ın oxşarlıqdan çıxan bir düsturu var idi. H kvadratı bərabər idi MN-ə. Məsələmizə bunu tətbiq eləsək, BD kvadratı bərabər olacaq AD vuraq DC-yə. Və bizə bir hasil verilib, üçlü hasil. Burada AD vuraq DC-nin yerinə elə BD-nin kvadratını yazsaq, BD kvadratı vuraq BD bərabərdir 125. BD kubu 125 olarsa BD eləyəcək 5 cm. Cavab 5. Keçirik 40, deməli 45-ə. A və B çoxluqları üçün 3NA bərabərdir NB-yə. A-nın B-yə fərqi 5, B-nin A-ya fərqi 19 olarsa A kəsmə B-ni tapın. Çoxluğun fərqinə aid bir şey veriləndə məsləhət görürəm ki, Venn diaqramı çəkəsiniz. Deməli, A-nın B-yə fərqi 5, B-nin A-ya fərqi 19. Kəsişmədən xəbərimiz yoxdur. Kəsiməyə yazırıq X. Deməli, A-nın elementlərinin sayını şərtə görə, başda verilən şərtə görə 3'ə vurduqda B-nin elementlərini alırıq. X plus 19. Tənliyimiz budur. Hesablayaq. 15 plus 3x bərabər olacaq X plus 19'a. X'ları bir tərəfə keçiririk. 4. Deməli, X bərabər olacaq 2. Cavab 2. 46. 10 detalı usta 3 günə, şagirdi isə 5 günə hazırlayır. Usta və şagirdi birlikdə 560 detalı neçə günə hazırlayar? Deməli, belə məsələlərdə həm usta, həm şagirdi bir günə neçə detal hazırlayar, onu hesablayaq. Deməli, 10 detalı əgər 3 günə hazırlayırsa, X detalı 1 günə hazırlayır usta. Burada indi çarpaz vururuq, X-i tapırıq 10 böl 3. 10 böl 3 nəyə göstərəcək? Ustanın bir günə hazırladığı detalı. Yazırıq usta. Şagirdi bir günə eyni şəkildə tənasüb qurarsan ki, 10 detalı 5 günə hazırlayırsa, X detalı 1 günə hazırlayır. Yəni çarpaz vurub buradan deməli şagirdin bir günə hazırladığı detalı tapırıq 10 böl 5, yəni 2. X-i birlikdə, növbət cümlədə deyir, X-i birlikdə 560 detal neçə günə hazırlayar. X-i birlikdə bir günə neçə detal hazırlamışdı? 3'də 10 plus 2, 2 tam 3'də 10, yəni 3'də 16. X-i birlikdə bir günə bu qədər detal hazırlayıbsa, bir günə 560 detal neçə günə hazırlayır? Yenə tənasüb kimi də yaza bilərsən ki, bir günə 3'də 16 detal hazırlayırsa, X günə 560 detal hazırlayır. Çarpaz vurub hesablayırıq. 3'də 16x bərabərdir 560. X bərabər olacaq, deməli 105'ə.
Keçirik 47-ci. Deməli, bu məsələnin üstündən bir də keçək. 10 detal usta 3 günə, şagirdi 5 günə hazırlayır. Burada bir günə neçə detal hazırladıqlarını hesablayırıq. Bir günə cəmi 3-də 16 detal hazırlayırlar. Neçə günə 560 detal hazırlayırlar. Tənasüblə hesablayırıq. 47-ci sualda ifadənin qiymətini hesablamaq üçün ixtisarlar eləməliyik. Yəni sadələşmə eləməliyik. Ümumiyyətlə kəsrin sürət və məxrəcini ixtisar eləmək üçün mütləq gərək ifadələr vuruqlara ayrılmış halda olsun. Yəni hasil şəklində göstərilsin ki, ixtisar eləyə bilək. Aşağıdakı məxrəc olduğu kimi qalır. Məxrəclə işimiz yoxdur. Məxrəc onsuz da sadədir. Sürətdə 2-2 qruplaşdırırıq. Deməli, ilk 2 həddən kök 3-ü mötərizə xaricinə çıxardırıq. 1 plus kök 5. Digər 2 həddən mənfi kök 2-ni çıxardırıq. Yenə 1 plus kök 5. Təzədən 1 plus kök 5-i ortaq vuruq kimi mötərizə xaricinə çıxardırıq. Nəticədə kök 3 çıx kök 2. Kök 3 çıx kök 2. İxtisar gedir. Birinci hissədən tapdığımız cavab 1 plus kök 5-dir. Misal ardı da var. Vuraq. Kök 5 çıx 1. Deməli, A çıx B-ni A plus B-yə vuranda nə alınırdı? A kvadratı çıx B kvadratı alınırdı. Bəli. Deməli, kök 5-in kvadratı 5, 1-in kvadratı 1. Nəticə 4. Keçik 48-ci suala. Deməli, A çıx B plus 4 ifadəsinin qiymətini soruşur. Deməli, A çıx B plus 4. Burada 4AB-ni sola keçirtsək, A plus B-nin kvadratı çıx 4AB. Bizə nəyi verir bu ifadə? Sadələşdirək birincini. A kvadratı plus B kvadratı çıx 2AB. Plus 2AB çıx 4AB. Bərabərdə A kvadratı plus B kvadratı çıx 2AB. Bu nəyin açılışıdır? Bəli. A çıx B-nin mötərizə kvadratı. İndi belə düstur kimi yadda saxlayın ki, A plus B-nin kvadratından 4AB-ni çıxanda A çıx B-nin kvadratını alırıq. A çıx B-nin kvadratı sağ tərəf nəyə bərabər idi? Mən 4AB-ni sola keçirdimsə, sağda heç nə qalmadı. 0-a bərabərdir. Bərabərdir 0. Demək, təkrar edirəm. A çıx B-nin kvadratı bərabərdir 0-dırsa, A çıx B bərabərdir 0, A bərabərdir B-yə. Gətirib, deməli, soruşulan ifadədə A-nın yerinə B yazırıq. B çıx B plus 4 bərabərdir. Deməli, B-lər islah, cavab 4-ə bərabərdir. Keçirik 49-cu suala. Eyni sual test toplusunda da var. Deməli, bizdən A plus B bölək A çıx B-ni istəyir. Burada da bax, kvadratlar cəmi görürsünüz. Nə eləyərik? Kvadratlar cəmini almaq üçün bir dəqiqə. Aha. Əlimdə var A kvadratı plus B kvadratı. Buradan 6AB-dən ikisini, belə deyək, 2AB-ni sol tərəfə keçirtsək, çıx 2AB bərabərdir 4AB. Və yaxud da belə deyim də, belə deyim. Cəmin kvadratını və fərqin kvadratını almaq üçün hər tərəfə 2AB əlavə edirəm. Plus 2AB bərabərdir 6AB plus 2AB. Deməli, buradan alırıq ki, A plus B-nin kvadratı bərabərdir 8AB. Mənə A plus B lazımdır. Deməli, A plus B bərabərdir kök altında 8AB. Bir dəfə də A çıx B-nin kvadratını alaq. A çıx B-nin kvadratını almaq üçün hər tərəfə mənfi 2AB əlavə edirik. Deməli, A kvadratı plus B kvadratı çıx 2AB. Bərabər olacaq. Burada 6AB-nin də üzərinə yenə mənfi 2AB əlavə edirik. Çıx 2AB. Nəticədə A çıx B-nin kvadratı bərabərdir 4AB. Yenə A çıx B-ni tapmaq üçün kökə salırıq. 4AB. Gətirib başdakı ifadədə yerinə yazaq. A çıx B-nin yerinə kökdə 4AB, A plus B-nin yerinə kökdə 8AB yazırıq. Deməli, kökdə 8AB bölək kökdə 4AB. Kökdə AB-lər ixtisar gedər. Kök 8-i kök 4-ə böləndə kök 2.
Keçirik 50-ci suala. Deməli, perimetri 60 olan fiqurda ABC, ADF və DSY üçbucaqları bərabər tərəflidir. Deməli, düzgün şəkildə adlandırsaq, çox sadə bir məsələdir. Və adlandırmanı həmişə kiçik olan üçbucaqlardan başlayın. Kiçik olan üçbucağın tərəfləri, hər üç tərəf x-dır, çünki bərabər tərəfli üçbucaqdır. Eyni qaydada kiçik üçbucağın tərəfini də y ilə adlandırsam, DC tərəfi də y-dir. Deməli, böyük üçbucaqda AC tərəfi nəyə bərabər oldu? X plus y-ə. Deməli, digər tərəflərə də x plus y yaza bilərik. İndi fiqur deyəndə burada nəyi nəzərdə tutur? Ümumiyyətlə, perimetr ancaq kənar xətlərin cəmidir deyə. Deməli, fiqurun perimetri deyəndə, baxın, belə bir şeyi nəzərdə tutur. Demək, indi perimetri yazırıq. P bərabərdir. X plus y plus. Demək, AB tərəfi getdi. AB. Sonra x plus y BC tərəfini göstərir. Plus YC, yəni y plus yenə y DY plus DF, yəni x plus AF, yenə x. AB-ni yazmışam artıq, bəli. Bərabərdir, sadələşdirək. Demək, sadələşdirək. X-ların sayı 4 dənə. 4x plus 4y bərabərdir. Perimetri bizə verib 60 cm. 4-ü mötərizə xaricinə çıxardırıq. X plus y 60 olarsa, x plus y bərabər olacaq 60 bölü 4. 15 cm. Keçirik 51-ci suala. Deməli, aralarındakı məsafə 960 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Deməli, ümumi məsafə 960 km-dir. Onlardan birincisi yolu 16 saata, deməli, ümumi yolu 16 saata gəlirsə, 1 saata neçə kilometr yol gedəcək? Yəni, sürəti nəyə bərabər olacaq? V1 bərabər olacaq 960 bölək 16. Bərabərdir 60 km bölək saat. Digər avtomobil ümumi yolu 14 saata gedirsə, yenə 1 saata getdiyi yolu tapırıq. O da bizə sürəti verir. 960 bölək 14. Aha. Görüşənə qədər birinci avtomobil nə qədər yol gedər? Birinci avtomobilin getdiyi yolu T ilə işarə eləyirik. Getdiyi yolu yox, üzr istəyirəm. Hər ikisi T qədər zaman sərf eləyib. Birinci avtomobilin getdiyi yol 60 T-dir. İkinci avtomobilin getdiyi yol isə 14-də 960 T. Görüşüblərsə, deməli, ümumi məsafə qət olunub. Bərabərdir 960 kilometrə. Buradan T-ni tapırıq. Deməli, 60 T plus 68 tam 14-də, deməli, 8 T bərabər 960. Buradan T-ni hesablayırıq. 7-də 4, deməli, 128 tam 7-də 4 T 960. Deməli, T-ni tapmaq üçün 960-ı böləcəyik. Bu kəsirdə düzgün olmayan kəsirə çevirəndə 7-də 128 7-yə vurub üstünə 4 gəlir 900. T bərabərdir 960 vur 7 böl 900. Deməli, 90 ilə 96-nın hər tərəfini bölürəm 6-ya. Aşağıda 15, yuxarıda 16. Nəticə 16 vur 7 böl 15. T-ni tapdıq. Bizə deyir ki, görüşənə qədər birinci avtomobil nə qədər yol gedər? Birinci avtomobilin getdiyi yol 60 T idi. 60-ı vururuq T-yə. Yəni 15-də 16 vur 7-yə. 4. Nəticə 64 vur 7.
448 kilometr. Və 448 kilometr birinci avtomobil gedib. Deməli, bir də üstdən keçirən məsələnin ümumi məsafə verilib 960 kilometr. Qarşı-qarşıya 2 avtomobil yola düşdü. Onlardan birincisi 16 saata, digəri 14 saata gedir. Birinci hər birinin ayrı-ayrılıqda sürətini hesabladıq. Yəni 1 saata getdiyi yolu hesabladıq. Və qarşı-qarşıya hərəkət zamanı sürətlər toplanılıb zamana vurulur. Çünki avtomobillər əgər görüşüblərsə, deməli artıq bütün məsafə qət olunub. Birincinin gəldiyi yolla ikincinin gəldiyi yolu toplayanda ümumi məsafəyə bərabər olur. Burada ifadəmizi qurduq, t-ni hesabladıq. 15-də deməli 112 saat. Birinci avtomobilin gəldiyi yolu hesablamaq üçün də 60-ı vurduq, yəni sürəti vurduq zamana. Qonşu bucaqlardan söhbət gedirsə, heç ardını oxumadan alfa plus beta bərabərdir 180 dərəcə. Bundan istifadə edəcəyik. Birincisinin dərəcə ölçüsünün 3 misli, digərinin dərəcə ölçüsünün 2 mislinə bərabərdir. Yəni 3 alfa bərabərdir 2 betaya. Burada alfaya 2k, betaya 3k deyərik. Gətirib yuxarıda yerinə yazırıq. Tənliyi 1 məhdula salırıq. 2k plus 3k bərabər 180, 5k 180 dərəcə. Buradan k-nı tapırıq 36. Bizə deyir, bu bucaqları tapın. Bucaqlardan birini 2k ilə işarələmişdim. Yəni, alfa bərabərdir 2 vur 36. Digərini isə 3k ilə işarələmişdim. 3 vur 36 bərabərdir 108 dərəcə. Keçdik 53-cü suala. 180 kiloqram 20% duz məhlulundan nə qədər su buxarlandırmaq lazımdır ki, məhlulun duzluluğu 24% olsun. Bu tipli məsələləri bir neçə üsulla həll eləmək olar, amma məncə ən asandır elə, yenə tənasüb qurmaqdır. 180 kiloqram məhlulun duzluluğu 20%dirsə, 180-dən su buxarlandıracamsa, 180 çıx x kiloqram, buradakı kanı silək, qarışdırmayaq, 180 çıx x kiloqram məhlulun faizi isə 24 verilib. Deməli, məhluldan su buxarlandırdıqda su azaldığı üçün orada duzun faizi artır. Ümumiyyətlə, məhlul məsələlərində, bu tipli məsələlərdə üzərinə su əlavə eləyəndə və yaxud da su buxarlandıranda tənasüb tərs mütənasib asılı olur. Yəni, məhlulun miqdarı azaldıqca, su azaldıqca məhlulun faizi artır. Tərs mütənasib asılılıqda da kəmiyyətləri qarşı-qarşıya vurduğumuz üçün 180 vur 20 bərabərdir 180 çıx x vur 24. Elə bir dənə düsturumuz da var idi, onu da xatırladım. M1 P1 bərabərdir M1, su əlavə olunursa plus x vur P2, su buxarlanırsa minus x vur P2. Yəni, maddə vur məhlul bərabərdir, yenə maddə vur, məhlul vur faiz bərabərdir, məhlul vur faiz. Bu düstur elə tənasübdən çıxır. Yəni, mənim yazdığım tənasübdən. Qarşı-qarşıya vurduğumuz üçün M1 P1 bərabərdir M2 P2. Deməli, 180 çıx x bərabərdir 180 vur 20 bölü 24. Cavab tapırıq 150. X bərabər olacaq 30 litr. Keçdik 54-cü suala. D düz xətti A və B mərkəzi çevrələrə uyğun olaraq C və D nöqtələrində toxunur. AC 16, BD 6 və CD 24 olarsa çevrələr arasındakı ən qısa məsafəni tapın. Çevrələr arasındakı ən qısa məsafə mərkəzlər bir-birinə hədəf alır, belə deyək. Bax, ən qısa məsafə deyəndə bax, bu məsafəni nəzərdə tutur. Xətti uzatsaq mərkəzə tamamlanar. Birinci AB məsafəsini tapacağıq, AB məsafəsini. Daha sonra AB məsafəsindən bax, bu sınıq-sınıq işarə elədiyim hissələri çıxacaq. Yəni, radiusların cəmini çıxacaq. AB məsafəsini tapmaq üçün CD-ni yuxarıya paralel götürürük. Deməli, burada CD radiuslara perpendikulyardır. Demişik ki, çevrədə radius toxunana həmişə perpendikulyar olur. Radius toxunana həmişə perpendikulyardır. Deməli, CD-ni yuxarıya paralel götürsək, burada bir düz bucaqlı üç bucaq yaranacaq. CD, deməli,
BD 6-ya bərabərdirsə, bu paralel götürdüyüm hissədə burada adlandıraq. Bir Y yazıram. Deməli, SY xətti də 6 sm olacaq. 16-dan 6-nı çıxıram, AY olacaq 10. Deməli, AY 10, SB, YB, üzr istəyirəm, YB 24, çünki aşağıdakı xətti yuxarı paralel götürmüşəm. Bizə lazımdır AB. AB hipotenuz olacaq. X kvadratı bərabərdir 24-ün kvadratı plus 10-un kvadratı. X kvadratı bərabərdir. Deməli, 26 sm. AB məsafəsi 26 olarsa, 26-dan çıxırıq radiusların cəmini. 26 çıx. Çünki bizə çevrələr arasındakı məsafəni istəyirdi. Çevrələr arasındakı məsafə deyəndə bu hissəni nəzərdə tutur. Deməli, 26-dan çıxırıq. 6 plus 16, yəni 22-nin cavabımız olacaq 4 sm. Keçirik 55-ci suala. 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. X, belə yazaq da NX bərabərdir 4 vur NY. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabər olarsa, yəni NX kəsişmə Y-ə bir A deyək, oxumayanların sayına bərabər olarsa, X qəzetini oxuyanların sayını tapın. Çoxluğun birləşməsinin düsturundan gedə bilərik. Birləşmənin sayı N, X birləşmə Y bərabərdir NX plus NY çıx NX kəsişmə Y. Deməli, NX-in yerinə yazırıq 4NY plus NY çıx, deməli A-dan işarələmişəm axı kəsişməni, bərabərdir. Çoxluğun birləşməsi, əslində 80 nəfərlik qrup var, amma bu cümlədən başa düşürük ki, burada müəyyən sayda qəzet oxumayanlar var. Qəzet oxumayanların sayı da kəsişməyə bərabərdir, yəni A-ya bərabərdir. İndi çoxluğun birləşməsi olaraq, yəni ümumi qəzet oxuyanların sayı 80 çıx A-ya bərabər olacaq. Çünki burada A nəfər heç bir qəzet oxumur. Deməli, çoxluğun birləşməsi oldu 80 çıx A. A-lar hər tərəfdən islah gedir. 5N Y bərabər olacaq 80-ə, NY bərabərdir 16. Bizə deyir, X qəzetini oxuyanların sayını tapın. NX bərabərdir 4 vur 16. Nəticə 64. Bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Hər hansı bir suala fərqli yanaşmanız, fərqli izahınız varsa, rəylərdə yazmağı unutmayın. Hələlik.